Xalq təbabətində heyvadan çox geniş şəkildə istifadə olunur. Müalicə məqsədi ilə heyvanın meyvəsi ilə yanaşı yarpaqlarından, ağacının qabığından və meyvəsinin içindəki toxumla birlikdə toxum yatağından da istifadə olunur. Heyvanın toxum yatağı seliklə çox zəngindir. Toxum yatağının toxumlarla birlikdə dəmləməsindən yuxarı tənəffüs yollarının iltihabı, bronxit, faringit və laringit kimi xəstəliklərin müalicəsində istifadə edirlər. Seliklə zəngin olduğu üçün bəlğəmin sekresiyasını sürətləndirir, durulaşdırır və xaric olmasını asanlaşdırır. Bundan başqa heyvanın antiseptik, antibakterial və antivirus təsirləri də tənəffüs xəstəliklərinin müalicəsində effektivdir. Heyva C vitamini ilə zəngin olduğu üçün həm maddələr mübadiləsini sürətləndirir, həm də orqanizmin immunitetini gücləndirərək xəstəliklərə qarşı